Herkese salam. Yeni vlogdan sizi salamlayıram. Bugün dedim bugün de vlog başlayayım. İstəyirəm bugün çekim, bugün de paylaşım. Ona göre elə çekmeyi istəyirəm ki orada montaj belə şey olmasın. Ne var onu çəkirəm. Bir mənim mətbəxinə baxın. Belə şeylər də olur arada. Səhər tezdən durmuşuq. Значит tezdən yox. Biraz geç durmuşuq. Уже saat 10'a belə işləmişdim. Ona 11'ə belə uşaqlar da gec durdu. Zavtraq yeyiblər. Sonra mən qabları yuyana kadar düzdür mən yumadım. Qızım yudu. Mən balkonda çay içirdim. Oldu abed. Abeda nə hazırladım. Siz bir bura baxın. Belə şeylər də eləyirəm arada. Merci sup hazırladım. Belə bir keşeng blenderdan da keşeng geçirdim. Batırdım hər yeri. Ama indi gerek her yeri temizleyərəm. Belə gustoy xoşlayıram. Belə gustoy belə bir şeyler xoşlayıram yeyim. Belə bir sup alındı məndə. Dadı keşəngdə limon da sıxırsan. Belə bunu indi başqa kastrolkaya yerləşdirərəm. Çünki bu belə görəndə əsəbləşirəm. Biraz çirkin görəndə. İndi gəlin buranı temizleyeyim. Birinci buranı temizleyeyim. Sonra o birisi otaqları neçə gündür video çəkmirdim. Neçə gündür belə normal temizlik eləmirdim. Niye? Çünkü baldızım gelmişti. Onunla vaxt geçirirdik. Qaynanama baxırdıq və bugün başlayıram temizlik eləməyə. İnşallah bəyənərsiniz. Beğenerek bakarsınız, like koyup abone olmayı unutmayın. Bu benim için çok sevindiricidir ama siz beni sevindirmirsiniz. Görürəm ki, ama heç nə olmaz. Her şey yaxşıdır, şükür. Mən onsuz da özüm üçün çəkirəm, xoşlayıram belə bir şeyləri. Bir də bu qopdu, bilmirəm niyə. Bu düşdü aşağı. Bunun şeyi. İndi onu da tapıp düzeltmeyi istəyirəm. Nədənsə işıq yanmırdı. Gerek yanmırsa уже değiştirim. Bu üçüncüdür. Özüm bura yapıştırıram belə. Özüm eləyirəm bu dvostoronlu skoç alıp özüm eləyirəm. Xoşlayıram belə şeylərdən. İndi buranı temizleyeyim. Sonra baxarıq nə edək. Mətbəx temizliği bitirdim. Her yeri tertemiz, pırıl pırıl, прямо блестит, сверкает. Düzdür, mətbəx şeyləri, qapıları, xaladelniki təmizləməmişəm. Bir də yerləri indi silib süpürəcəm və skaltert qaldı. Onu da istəyirəm dəyişdirim, bilmirəm. İndi bugün sabah gedirik başqa otaqlara.
Bir balaca mola veriyorum ve çay içiyorum. Все, buranı da bitirdim. Последние ştrixlərdə təmizlədim, qəşəngcə sildim, süpürdüm. Burada kızım puzzle yığır. Otaq tərtəmizdir. Qaynanam balkondadır. İndi onu çağıracağım, otursun divanda. Dedim Serindi, sən get balkonda biraz otur. Mən də tez bu otağı da təmizləyim, bitsin. Aradan çıxsın, bu otağı da təmizdir.
Çox qızlar, təmizlik bitirmişəm, hər yeri tərtəmiz eləmişəm. Arada çay da içirdim özüm üçün. Hər yeri, hər otaq təmizdir. Pəncərələri bağlamışam. Bu qapını açmışam, kondisioner qoşmuşam. İndi bu qapını da açım. Çünki burada pılısoslayanda bağlamışdım qapını. Ora ses çox gəlməsin. Hər yer təmizdir. Ev karanlıqdır, bildiyim o karanlıqdır. Amma çöldə deməzdim ki, soyuqdur, istidir, bürkü var elə bil ki. Özüm üçün burada çay içirəm. 2 kraks nədir adı, onunla çay içirəm, baxıram buradan. Biraz istirahət eləyirəm, belə qəşəng havaya baxmaq, istirahət eləmək xoşdur. İnşallah hamıya qismət olsun. Öz evim, hamıya hər şey ən yaxşısından qismət olsun. Uca axşam yeməyi hazırlayıram. Kartoşka, göyərti doğradım və yumurta. Bu bizdə adlanır sladkaya kartoşka. Qızımın ən sevdiyim yeməklərdən biridir. Əvvəlcə qəşəngcə kartoşkanı qızardıram. Baxın, qızardım demək olar ki, qızardıram. Sonra ora göyərti əlavə eləyirəm, biraz qarışdırıram. Baxın belə. Sonra da yumurta əlavə edirəm. Krışka qapaq qoymuram. Belə eləyirəm ki, bu vəziyyətdə o yumurta pişsin. Və belə qəşəng dadlı yemək olur. Конечно же, duz, istiot, sarı kök hamının dadına görədir burada. Göyərti də, yəni bilmirəm, bizim uşaqlar bu kartoşkanı çox sevirlər. Bunu qızım demişdi, belə bir şey eləyə bilərsən, bilmirəm, hardan görmüşdüm. Və bu da son halım. Supu da yedilər. Sup, merci sup da bizim evdə ən yaxşı gedən suplardan biridir və kartoşka qızardılmış. Mən də keçirəm, qabları yuyum. Qızıma deyim ki, o silsin, yerbəyer eləsin. Mən də istirahət eləyim. Gedim qaynanama biraz, onunla da vaxt keçirim, biraz oturum, söhbət eləyim, xoşlayıram. Ev sərindir, qabları yudum və sağ olun, salamat qalın. İnşallah yenə də dediyim kimi videonu bəyənərək baxarsınız. Sadə ev günüydü, ev təmizliyi idi. Sabaha nə gözləyir? Sabah mən qapıları silib təmizləməliyəm. Qapıları çoxdan məni gözləyirlər. El izləri var. Maşallah 3 uşaq anasıyam. Sağ olun.